Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı ildə keçiriləcək bəzi imtahanların tarixləri açıqlanıb. Belə ki, tam orta, yəni 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları 2 zona üzrə 9 və 15 mart tarixlərində keçiriləcək. Həmçinin ümumi orta, yəni 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları 3 zona üzrə 5, 12 və 26 aprel tarixlərində keçiriləcək. Bundan başqa, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı, yəni ərizə qəbulunun birinci mərhələsi 18 fevral 5 mart tarixlərini əhatə edəcək. Bir məlumatı da qeyd edim ki, əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin 19 aprel tarixində keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, digər imtahan tarixləri barədə ətraflı məlumatı mərkəzin saytında yerləşən imtahan bölməsi cədvəlindən öyrənmək olar. Növbəti günlərdə digər imtahan tarixləri, o cümlədən dəyişikliklər bölməyə əlavə olunacaq. Bütün imtahan iştirakçılarına uğurlar arzulayıram.